Ciao Əkbər. Ciao ragazzi. Ciao ragazzi. Əla forma geyinmisən bugün Murat. Yox, İtaliya yoxdur amma yaşadırıq da. Final bölümünü özəl İtaliyanı finala çıxartdın damda. İtaliyada onsuz 94-də Amerikada final uduzmuşdu, Argentinada uduzdu. Baccan ayağı üstündə ölümü. Amma orada Baggio vursaydı yenə məncə növbəti oyunçu vurub udacaqdı. Braziliya oyunçu vurub udacaqdılar, amma yetimin üstünə qaldı hər şey. O cəhətdən biraz pis oldu. Bomba kimi. Gəldiyi bir mundialın daha sonra dünən final oyunu oldu və İspaniya açıq fərqlə, açıq oyunda əzərək rəqibini məhv elədi və hesaba bu yansımasa da oyun buna əsas verir ki, mən bunu məhv sözü ilə açıqlayım. Necə bir final izlədin? Əvvəlcə oradan başlayaq, sonra sənin əyləncəli hissələrə keçəcəyik. Əvvəlcə istəyərdim səndən bir final analizi. Final gözlədiyim kimi oldu. Yəni necə düşünürdüm elə də oldu. Sadəcə Argentina bu qədər aciz olacağını gözləmirdim. Yəni belə də yox da. Yəni tarixin bəlkə ən bir tərəfli finalı oldu. Fransa qədər də aciz olacağını düşünmürdüm. Fransa da çünki aciz qaldı. Fransa 80 dəqiqə aciz qalmışdı, hə. 70-80 dəqiqə aciz qalmışdı, amma Fransa reaksiya vermişdi. Fransa nəsə göstərməyə çalışırdı orada. Yəni o finalda bir 80 dəqiqə bir tərəfli olmuşdu, amma Fransa çevirmişdi. Burada da nəsə istədim görüm, amma görə bilmədim. Doğrudan bərbad bir final idi. Bir tərəfli final idi. Bərbad final İspaniya tərəfi üçün çox böyük bir final idi İspaniyalılar üçün. Yəni tarixin ən dominant çempionluğunu finalda da dominant şəkildə qazanmaq, nə bilim, Argentina belə oynamağı hesaba kimi düşünürdüm belə olacaq. Qırmızı rəqədə gözləyirdim belə olacaq. Sadəcə mən əlavə vaxtda yox, əsas vaxtda oyunun taleyindən olacağını fikirləşirdim. O 90-cı ildə qəribə olmayınca Argentina adlanmışdı. Tam belə bir şey gözləyirdim. Aşağı Lamine Yamal cərimə zərbəsindən son topu vursaydı. Tarixi bir şey vardı yəni. Çox tarixi bir şey vardı. Dediyin olacaqdı. Yəni bir gol vurma gəl axırda vur millinin çempionu ilə. Elə də Ferran Torres'e yaraşmadı yəni. Sən qələbə topu Ferran Torres vurur da. Biraz o deyil. O deyil. Yəni uzlaşmır bu çempionluğa, amma Oyarzabal vursaydı bundan hekayə çıxarmaq olardı. Çünki Oyarzabal finalların oyunçusudur. Hər finalda, oynadığı bütün finallarda gol vurub bu adam, bu futbolçu. Amma belə yəni final olaraq yəni İspaniyaçı çox əzdilər. De La Fuente çox belə yüksək səviyyədə hazırlaşmışdı. Açığı belə Argentinaya qarşı çox hazırlaşmağa ehtiyac nə qədər var idi bilmirəm. Tuchel biraz baxsın, nəsə götürsün. Tuchel baxıb utansın ki, yəni o çıxıb orada əzilə bilərdi, nəinki Argentina. Açığı, çünki finalda əzilməyə daha böyük üstünlük verərdim İspaniyaya, nəinki Argentinaya qarşı o cür uduzmağa. Yəni o dəfə də dedim, indi də deyirəm, Argentina ya o cür uduzmaq, Argentina bu dərəcə haqlı şəkildə uduzmaq, layiqli şəkildə uduzmaq, yəni birbaşa mənim üçün ayıbıdır. Şişirdə bilərəm, biraz şey ola bilərəm, amma yəni çox pis tərsirə həqiqətən. Yəni sən daha yaxşı. Necə mümkün idi ümumiyyətlə İspaniyanı udmaq? İspaniyanı udmaq necə mümkün idi ki? Məncə bu mundialda mümkün deyildi. Biraz yaxınlaşan Portuqaliya ilə Belçika olmuşdu. Onu da Merino çıxartmışdı ikisində. Uruguay ilə də oyun pis keçmişdi. Uruguay oyunu nisbətən. Hə, Uruguay oyunu bilsə necə o fikirləşirəm. Uruguay oyunun yəni Capo Verde ilə oyun alınmamışdı. Uruguay utsaydılar belə, buna da olur. Uruguay utsaydı belə məncə yəni İspaniya olsa hər bir halda çıxırdı. Yəni heç bir şeylə də lider çıxırdı. Yəni orada məncə heç bir şey üçün də çıxmışlar bəlkə Uruguay oyunu İspaniyalılar. Sadəcə 8-də 1-dən sonra başqa bir xarakter ortaya qoydular və 2 qat, 3 qat artıq bir güclə komanda oynadı. Açıq Avstriyaya qarşı oynadılar. Avstriyaya qarşı oynamaq nə qədər əziyyət çəkə bilərsən ki, Avstriya oradan ya döyürdü. Yəni bir şey ki, Avstriyaya qarşı oynamaq üçün çox belə zəhmət çəkməyə ehtiyac yoxdur. Bərbad bir komandadır. Bərbad bir millidir həqiqətən də. Ona da birazdan toxunacağıq o qruplar, o oyunlar üzrə. Bu imkan verməyəcək mənə. Amma belə Portuqaliya və Belçika oyunları ən əsası son 2 oyunu inanılmaz dominə elədilər. Yəni Portuqaliya və Belçikaya qarşı belə oynamamışlar. Yəni düşün ki, Fransa və növbəti sənin rəqibin İngiltərə, Argentina tərəfdən kimsə, yəni İngiltərə bura gəlsəydi eyni şey olacaqdı. Argentina qədər əzilməzdi bəlkə İngiltərə, amma bu qədər çox epizod da götürə bilməyəcəkdi. İspaniyaya qarşı epizod yarada bilməyəcəkdi məncə. Və o dəfə də dedim, elə bir oyunçu qrupu ilə bunu əldə elədi ki, De La Fuente. Aşağı yaş qruplarına gətirdiyi komandadır. Elə deyəsən Unai Simon'la Merino deyəsən bütün yaş qruplarında oynamış futbolçudur. Onunla birlikdə çempion olmuş futbolçudur. Unikal bir şeydir. Bunu bacardılar. İspaniya tarixi üçün unikal bir şey deyil əslində. Çünki bir dəfə Avrodan sonra dünya çempionluğunu götürmüşlər 2008 və 2010-cu ildə. Amma o İspaniya bu İspaniya qədər dominant deyildi 2010-cu ildə. Baxmayaraq ki, o İspaniya heyəti daha
adlarla, ulduzlarla dolu bir heyət idi. Belə deyiləcək çox şey qalmır. Yəni nə qədər tərifləsən azdır İspaniyanı. Əlavə bir şey deməyə ehtiyac yoxdur. Yəni cəhətdən Argentina tərəfindən nə qədər bərbad idi, nə qədər bərbadlarsa o qədər yəni bərbad idilər. Bu qədərini gözləmirdim. Yəni ən azı bir Messi masa biraz qaçıb oynaya bilərdilər, onu da eləmədilər. Yəni yaxşı ki deyək, oyun penaltilərə getmədi və oydu, Yəni futbol olan tarixi bir biabırçılıq vardı. Argentina çempion olsaydı dünən. Həqiqətən də. Yəni düşün ki, oyun gedir. Simeone 117-118-ə vurur qolu. Oyun gedir penalti seriyasına, oradan Argentina çempionluğu götürür. Nə bilim vallahi, yəni təsəvvür elə bilmirəm. Pizdəs. Nə qədər oradan şey çıxarardılar da, hekayə, drama, tema, amma yaxşı ki olmadı həqiqətən. Çünki bir futbol azarkeşi orada deyirəm ki, İspaniya yəni yerdən göyə qədər haqq elədi bunu. Argentinalılar özləri də bunu Trump'ı da gördün də bro, bu kadrajdan çıxmaq istəmirdi. Rodri yaxalı oldu, kişi adamdır. Gözlədilər ki, bəlkə özü panyatkalı olub çıxar, amma... Ya, arada deyilsin, qabadı Infantino da qaçmışdı. Sən Allah çox söylədi. Ağ ketaları ilə çox gülünc görünürdü. Biabırçılıq idi. Ona rəğmən maraqlı dünya çempionatı oldu, həqiqətən. Çoxları bəyənmir. Düzdür, razıyam. Siyasi temalarla bağlı, biraz ürəkbulandırıcı məsələlər çox oldu. Amma olur. Hər mundialda elə söhbətlər olur. Hər mundialı qulp boşursan, sağ ol. Hər mundialda Qətərdə də insanlar ölürdü, işçilər ölürdü. 2010-da Vuvuzela'ya söz soxdular. 2014-də Braziliyan borcu var. Braziliya kimi ölkədə niyə keçirirsən? Çox bəyənmirsənsə gəlmə. 18 Putin. Məsələn, doğrudan deyirəm. Məsələn, Hollandiya yığmasısan, misal üçün deyirəm. Buna etiraz edirsən də. İştirak eləmə dünya çempionatında. Bundan imtina elə. Bu möhtəşəm bir tövr olsun. Amma boykot elə. Amma yenə də hər şeyin təməlində siyasi çirkliliklər olur. Və Amerikada da bu işləri kəşf eləyənlərdəndir. Yəni qaldı ki, bunu ən yaxşı halda icra edəcəkdir. Ay sağ ol da. Yəni mənə o ən çox da yaxşı mövzuya toxundu. 2022-ci ildə Almaniya, Yaponiya oyunundan qabaq Almaniya futbolçular belə eləmişdilər. Deməli burada hakim qırmızı verər. Özdə sənə bir şey deyim. Prestigiani gedir də, onun şeyi. BMK-nın oyuncusu. Yes. Argentinalı deyil o. Biraz kuryoz moment oldu onu. Sanki bu söhbəti kim yaradıb da? Yəni sənin ölkənin futbolçusu da yaradıb bu iki söyləmdi. Argentinalılar belə deyək də. Çarəsiz bir an idi Messi. Həqiqətən pis bir an idi. Yəni yaraşmadı açığı. Emosional oldu. Kukureya orada yetim özü tək yerə düşdü. Mən nədir? Özü küftüm kimdə və ürəyin düşür, nəsə bir refleksiv olaraq da gedə bilər də, ya da nə bilim. Amma orada bir nəyə güldü məncə? Enzo məsələn qırmızı alıb meydandan çıxmalıdır. Adam etiraz edir ki, Kukureya'ya da qırmızı ver. Sən özün birinci çıx. Həyasız ki, həyasız da yəni. Belə mən nə deyim məsələyə? Bayaq ki, məsələn, fikrimi tamamlayım bu Qətər mövzusunda. Almaniyalı futbolçuların bu elədiyi artistliklərlə bağlı ağızlarını tuturdular. Nəim ki, bəs burada freedom of speech, söz azadlığı yoxdur, insanlar burada ölürlər, kölə kimi işləyirlər. Amerikadakı heç kəsin səsi çıxmadı buna. Yəni, bu böyük bir ikiyüzlülük idi mənə görə. Və düşünürəm ki, orada o cür haykü salan, Qətərdə o gün özü səsini başına atan millilər, ən çox da bu Norveç və Almanya. Norveç onsuz qatılmamışdı 2018-22-yə, qatıla bilməmişdi daha doğrusu. Yəni, durub orada o cür artist eləməyəcəksən də. Gəlmişsən burada, ən böyük bir abırçılıq burada oldu. Yəni, Qətərə hamını buraxmışdılar belə baxanda. Sən burada baş hakim buraxmırsan, futbolçu buraxmırsan, Kapdeviyası belə məsəl üçün oyundan qabaq viza ala bilmədiyin, ölkə buraxılmadığını demişdi. Nə var, nə vaxtsa 10 il əvvəl bu adam İranda oynayıb. O söhbət də çıxdı ortaya. Deyəsən, sonra icazə verildi. Sonra maraqlamadım nə oldu onun axırı. Yəni, bunlara baxmayaraq, bu cür biabırçılara baxmayaraq, əla turnir, əla mundial keçdi. Həqiqətən də, çünki sevdin yəni. Zövq aldım. 20 ildir izləyirəm mundialı, 20 il ərzində izlədiyim ən maraqlı mundial idi. Yəni komanda sayının çox olması da yəni buna bir şey olmadı, mane olmadı. Çox ləzzət elədi. 2-3 mildə oldu ki, biraz qatılmasaydılar da olardı. Panama kimi, Türkiyə kimi nə qədər qəribə səslənsə də. Avstriyası məsələn, Çexiyası biabırçılıq idi Çexiya məsəl üçün. Çexiya deyərdim mən biabırçılıq. Sonra amma bunları qoysaq kənara. Keçəcək indi o ənlər söhbəti. Qəşəng çempionat oldu. Başlayaq elə çempionatın istəyirsən yaxşılardan pislərə gedək, yoxsa pislərdən yaxşılara gedək? Sən necə istəyirsən elə başlayaq? Buyur başlayaq. Turnirin ən yaxşı oyuncusundan istəyirsənsə elə üçlü sistemdə də gedə bilərik. Qızıl top, gümüş top və bürünc kimi də yanaşa bilərsən. Məncə turnirin ən yaxşı oyuncusu Messi olmalıdır.
Hər bir halda Messi olmalıdır. Yəni, Mən də sənə təkliflər verərək gedim, müzakirələndirək. Məsələn, Rodri olmazdı səncə? Rodri'nin olmağı normaldır da, sadəcə Əlindən gələn, ayağından gələn artıq nə elədi də Messi bu nə adam? elədi ki? Adam 40 yaşı var ya. Yəni Messi'yə 20-də kimə verəcəksən? 2014-də Messi nə elədi, mən sənə deyim. 2014-də məsəl üçün. 5 dəfə çıxdı, 8 oyundan, səhv eləmirəmsə 8 oyun keçiribsə, 5-də oyunun oyunçusu seçildi. Turnir cədvəlində ümumiyyətlə bombardir ola bilmədi, çempion ola bilmədi. Və sən deyirsən ki, Messi ən yaxşı oyunçudur. Niyə deməyim ki? Bəs Kylian Mbappé-ni ara qoyaq, adam 10 top vurub. Kylian Mbappé yaxşı bir şey keçirdi, amma Mbappé'nin olduğu komanda ilə Messi'nin olduğu komanda bir də müqayisə etsək başa düşərik. Mbappé məsəl üçün Mbappé epizod verənlər, Dembélesi, Olisesi var. Fransa heyəti onsuz da yaxşı idi. Fransa onsuz favorit görülürdü. Argentinanın ortasından hücumdan nə olub ki bu? Argentinanın ortasından hücumdan nə olub ki? Ləçər komandadır. Nə danışırsan sən? Argentina ad olaraq yaxşı komanda. Həqiqətən yaxşı şey gözləyirdim. O ləçər idilər də adamlar. Yəni Messi bu ləçərləri finala çıxartdı tezdən. Yəni yenə deyəcəm, yəni Messi'nin böyüklüyü budur da. Adam yəni, o oyunçu qrupu belə baxanda Messi'nin karyerasına, Messi'nin o oynadığı futbola yaraşmır. Yəni 2014-də vermişlər Messi'yə məsəl üçün ən yaxşı oyunçu. Orada verməli deyildilər, burada verməli idilər belə baxanda. Yəni 8-9 qol vurursan, 4-5 assist edirsən, sağ ayağına İngiltərəni keçirsən, sol ayağına cərimə zərbəsi vurursan. Yenə deyirəm Tuchel'in axmaqlığına görə. Razıyam Tuchel'in axmaqlığı oldu, amma yəni sırf oyundan söhbət ediriksə ya. Yəni Tuchel axmaqlığı olmağına oldu, amma yəni bundan da istifadə eləməsinlər. Yəni sən axmaqsansa sənin axmaqlığını istifadə edəcəklər də. Qarşında lox deyil, yəni Argentinadır. Karoçi deyirsən ki, turnirin ən yaxşı oyunçusunu veririk. Messi. Yəni mən belə Lionel Messi Cucitini. Əla. Gedək 9 nömrələrə. Maraqlı 9 nömrələr də var idi bu çempionatda. Harry Kane. Çox ümidli idim Kane'ə, çünki çox yaxşı mövsüm keçirilmişdi. Sən özün daha hakimsən mövzuya. Amma burada da dediyim kimi sonu çatdıra bilmədi və hətta mənə elə gəlir ki, son oyunlarda Bellingham açıq ara fərqləndi ondan. Əzdi, keçdi məsuliyyət götürmə məsələsində filan. Ay sağ ol. Amma yenə də 9-larda qalaq, Bellinghamə də gələcəyik. Burada isə mən Kylian Mbappé-ni təklif eləyirəm ki, nə olur olsun, fenomenal. keçdi də 22 topla dünya çempionatları tarixini çevirirdilər İngiltərənin oyunu az qalsın. Yəni düşün də oradan çevirsələr necə olardı. Razısan da, yəni Kylian razı olmayacağam. Ağzım nədir razı olmasın. Okay. Ən yaxşı qapıcı? Məncə Vozinha. Niyə? Çünki 40 yaşı var, debüt eləyir, klubsuzdur. Yəni Martinez bir dəfə verilib, düz Martinez də fenomenal idi. Unai Simon ümumiyyətlə verilməyin tərəfdarı deyiləm qətiyyən. Çünki üzərinə top gəlməyən qapıçıya necə sən verə bilərsən? Qarşında bir sistemə görsən qapı toxunma saxlamısan da. Qapı da müdafiənin bir parçasıdır da. Qapı da müdafiənin bir parçasıdır. Razıyam, amma yəni bir iki epizodda o irəli çıxıb az zibilini çıxardığı şeylər olmuşdu karyerasında. İndi də dünya çempionatı bunu birinci dəfə elədi. Məsəl üçün dünənki oyunda Argentina oyunda, oyun əvvəlində Messi ötürmə verirlər. Orada top Argentina futbolçusu düşsəydi, yəni hamı orada Unai Simon günahlandıracaq ki, sən burada nə işin var? Julian Alvarez götürənmədi. Götürənmədi. O top boş qapıda vuracaqsan 1-0 oyun getdi. Yəni gol vuramayacaqsan Argentinaya ondan sonra. Yəqin ki də bu harambolun da betərini eləyəcək Argentina sənin üçün. Amma yəni risklidir. Biraz o yan bu yan olsaydı Unai Simona yazacaqdı. Passivini yazacaqdı o gol. Mən heç bir halda Unai Simona verməzdim. Heç bir halda verməzdim. Amma qalkiperlər bu mundialda çox yaxşı idilər. Kurasan qapıçısı Roy məsəl üçün, sonra Vozinha'nın özü, İranın qapıçısı da, Belçika ilə oyununda da. Yəni dəhşət elədi. O İran üçün dərvazə bərəkət idi də, belə qapıda duran bir bərəkət idi. Az qala çıxarırdı. O yəni mən Vozinha'ya verərdim hər bir halda. Yaşına, karyerasına, debütünə və oynadığı futbola görə ən yaxşı qapıçı məncə Cabo Verde'nin qapıçısı olmalı idi. Bir də Instagram followerlərin sayına görə. O da bir an idi də dünya çempionatı üçün. Partlatdı. Gələk müdafiəyə. Müdafiədə isə istəyərdim bir nəfəri seçək. Kimi düşünürsən müdafiədə? Kim yaxşı keçirtdi? Kubarsi. Bəli. Mən də eyni fikirdəyəm ki, ən yaxşı gənc futbolçunu da götürdü. Bir müdafiəçi ən yaxşı gənc oyunçu seçilirsə, deməli ən yaxşı müdafiəçi özü olmalıdır. Eynilə və 19 yaşında eləyir bunu.
Artıq o yaş aspekti biraz mənim üçün Amma adiləşir. müdafiə kimi kritik mövqedə. Adiləşir yaş aspekti, amma bu yaşda bunu eləmək Ən yaxşı 9-larla ən yaxşı 3, yəni müdafiəçilər ən gənc yaşlarındakı hallarında olmurlar. Daha da puxtələşmə tələb eləyir də biraz bildiyin kimi. O nöqteyi nəzərdən biraz başqa kim vurğuladım. var müdafiəçilərdən seçə biləcəyimiz? Müdafiəçi performansı çox olmadı elə bir. Laporte də yaxşı oynadı. Laporte Yəni, belə bildiyimdə fərdi olaraq önə çıxan bir müdafiəçi performansı görmədim. Bəlkə var, mən yadımda deyil. Belə sənə deyim. İngiltərədən yoxdursa da. İngiltərədən yoxdur, Yoxdursa. İspaniya dedi, Fransadan yox, Ləyən idi ikisi də. Məncə Ləyən idi, yəni. Ən dramatik maç. Meksika İngiltərə. Meksika İngiltərə. Yəni hər şey var idi oyunda. Hər tema var idi oyunda. Yəni bir oyundakı məsəl üçün necə deyim, hücumçu penaltiyə səbəb olur. Yəni qırmızı vərəqə alır. Orada hər bir roller coaster oldu da oyunda. Yəni məncə çempionatın oyunu Meksika İngiltərə oyunu olmalıdır. Həm bunu bir neytral azarkeş olaraq, həm də İngiltərə azarkeşi olaraq deyirəm ki, Meksika İngiltərə oyunu ən yaxşı oyun idi. Yəni razı olmaya bilən ola bilər, amma ondan yaxşı bir oyun düşünmürəm. Yəni belə yoxdur açıq. Yəni Meksika İngiltərədir. Amma dramatik cəhətdə İran Misirdir. Əlcəzair Avstriyadır, dramatik. Oradan hekayə çıxan oyunlar var idi. Sonra Misir Argentinadır əslində. Argentina Misir. Bəli. Yəni həmin mərhələdə 2 dənə bir drama oldu da. İkisi də Dəhşət idi o da. qəşəng oldu həqiqətən. Argentina özü o xaos da oldu, şüvənlik də oldu, aləmdə bir-birini. O əsl dünya çempionatı klassikasına düşən bir oyun var. O battle-lar var oraya. Düzdür, Misirin battle-la tam uzlaşmırdı, amma onu belə süni şəkildə yaratmağa çalışdılar. O da bir xoş bir şey idi. Biraz da Paragvay Fransa oyunu. Biraz o həyasızlıq temalarına baxanda ki, Argentina dünyasızda keçdi Paragvaya. Onu deyəcəkdim. Məncə də keçdi. Paragvay qalx böyüyün gəldi söhbətdə. Şeysən. Bəs ən maraqlı orta oyunçulardan kim var ağlında? Bellingham. Məncə də Bellingham. Yəni mən şəxsən belə bir şey deyim. Düşüb gəlmişdi bura. Komandası da elə idi. Hə. Yaxşı mövsüm keçirməmişdi Bellingham. Elə Rodri də açıq yaxşı mövsüm keçirməmişdi və ikisi yaxşı oynadı. İkisini seçərəm. Amma Bellingham Rodri belə həmin sistemin bir parçası idi. Bellingham isə idarə edirdi. Rice də orada var idi. Orkestra şefi idi. Rice-ı da ora qoyaram. Rice-ı da ora qoyaram. Həqiqətən yaxşı oynadı Declan Rice. Biraz Elliot Anderson da qoyaram ora biraz. Amma ən yaxşısı Rodri ilə Bellingham idi. Bellingham niyə? Çünki Meksika oyununda bu adam hər şey elədi. Yəni Meksika və Norveç oyunları İngiltərədən o çıxartdı. Nəinki Kane. Kane ora qədər, oradan sonra aldı əlinə sazı Bellingham. Elə axırıncı Fransanın oyunda da az qala hamman keçdi, düzdür, zibili çıxara bilərdi, qol olmaya bilərdi o epizod. Amma orada məsəl üçün oyunun talihəliyində Bellingham özü oldu. Penaltini şey qazanmışdı. Jet Spence qazanmışdı. Orada Spence yaddan çıxdı. Maraqlı bir persona idi, maraqlı bir oyun tərzi var idi. Məncə də gözlənilən əksinə yaxşı. Yəni Pedro Porro'su da, Jet Spence'i də Tottenhamçılar yaxşı çıxartdılar. Çempionatı yaxşı çıxartdılar. Bu ildə gözləyirik onlardan Premier Liqadan nəsə eləsinlər. Hə, yaxşı yatırığı var. Yaxşı baş məşqçiləri var. Dezerviyə görə qısa müddətli aza keçdi. Baş məşqçidir. Biraz eybi yox, amma yenə də Dezervidən də nəsə gözləmək olar. Maraqlı komandalar oldu. Underdoglar da çox seçildilər. Okey, elə sazı götürəli underdoglardan danışaq. Capo Verde çox maraqlı bir nağıla çevrildi, amma sən istəyirsənsə alternativlərdən gel. Alternativ məsəl üçün Norveç. Adamların belə deyək də komanda şəkli var idi, Viking game üslubunda. Bir o şey oldu, böyük bir partlayış elədi. Belə deyək də öz ənənələrinə sadiqliyi baxımından. Bir bunların azarkeşləri mundialın ən yaxşı azarkeşi idi bilməyən şəkildə. Viking Row. Futbolları da pis deyildi, yaxşı idi. Bir də Stolen Solbakken məsələsi var idi. Solbakken yetim özü meydanda ürəyə durmuş adam idi o vaxt Kopenhagen'da oynayarkən. Səhv etmirəmsə Kopenhagen oyunçusu olarkən. Yanlış xatırlaya bilərəm, amma onun banağı bir hekayəsi var idi. Yəni ölüm ayağındaydı. 200 gün komada qalmışdı. Hər şey əlini üzmüşdülər ki, bu getdi. Qayıtdı. Oradan həyata belə deyək geri döndü. Sonra baş məşqçisi oldu və bu Norveçi çıxartdı. Hətta deyəsən Senegal keçəndən sonra idi deyəsən. Senegal udub qrupdan çıxmağı təmin edəndən sonra həyat yoldaşından öpüşüb uzaqlaşdı. Yəni Norveç hər bir halda belə deyək rəğbət topladı özünə. Yəni Haaland üçün də əla keçdi mundial. Haaland üçün əla keçdi həqiqətən də. Odegaard da yaxşı oynadı orada. Nusası pis oynamadı orada.
Yəni qapıçının oynadı, möhtəşəm oynadı. Braziliyanın oyunu da çox yaxşı Yəni keçdi. baxmayaraq ki, İngiltərənin qola səbəb oldu, ikinci qola. İngiltərəndə ikinci səviyyədə üstünlüyü Norveç. Yəni hər bir halda tam underdog demək olmur heyətə görə, amma performans olaraq, futbol ölkəsi olaraq məsələn underdog hekayə idi bu da. Kurasaun özü maraqlı hekayə idi. Demokratik Kongo maraqlı hekayə idi. Mənə görə İordaniya da maraqlı komanda idi. Baxmayaraq ki, pis oynadılar. Daha doğrusu halsız qaldılar, amma yaxşı futbol oynamışlar. Yəni çox şey çıxarmaq olar. Cənubi Afrikasının özü də qrupdan çıxdı, gözlənilənlərin əksinə olur. Afrika komandalarının 9 ölkə ilə 10 ölkə ilə qalıb 9-un play-offa çıxmağı fantastik bir hekayə idi. Yəni çox şey çıxarmaq var buradan mundial olaraq. Meksikası azarkeşləri bu oyundan qabaq Karyalılarla az qala yəni o bir mem yaydı ki, Karyada bu doğum əmsalı artacaq 9 ay sonra. Ya da Meksikada Karyada artacaq belə yarı zarafat yarı getdi. İsveçrə. Ay. İsveç Envaldan Allah belasını versin. Versin. Başqa bir şey deyiləsi şey yoxdur. Misirin özü xaotik, ləzzətli komanda idi. Paragvayı çox, yəni o qədər komandaları çəkirsən ki burada. Həqiqətən bu komanda sayının artmağı bu tərəfdən də bizə maraqlı bir hekayələr çıxartdı danışmağımıza. Danışdırmayan bir Türkiyə oldu. Gələk indi ən bərbadlara, ən məyus edici hekayələrə, mundialın ən bərbad ölkələrindən Çexiya, Türkiyə. Çexiyadan çox şey gözlənilmirdi onsuz da. Çexiya sırf o play-offda ev oyunlarında keçirdi. Play-offdakı oyunu evdə keçirdiyi yer çıxdı. İrlandiyanın Danimarkanı deyəsən penaltidən keçdi. İrlandiya dəqiq penaltidən keçmişdi. Danimarkanı xatırlamam dəqiq. Məsələn burada Danimarka olsa daha fərqli bir şey olardı. Məsəl üçün. Sonra İsveçi məncə bərbad idi. İsveç yaxşı komanda deyildi. Dəhşət pis idi İsveç. İsveç məsəl üçün Tunisi 5 vurmalı deyildi. Dərsini aldı şeydəki oyunda. Niderlanda qarşı dağıldılar. O heyətinə o cür oynamaq heç yaraşmadı. Sonra Avstriya heç bəyənmədim Avstriyanı. Yəni o İordaniyanın oyunu udmalı deyildilər, uddular bəxtə xuda. Onun hesabına qrupdan çıxdılar. Qrupda qalırdılar. Mahrez vurmuşdu, oradan çıxırdılar qrupdan. İran oradan gəlirdi, heyf oldu orada da. Belə bərbad komandalardan biri elə bunlar idi. Bu adını çəkdiyim komanda var idi. Cənubi Koreya çox pis belə oldu. Yaxşı başladılar, sonra 2 oyun uzdular. Baş məşqçini şeyi buraxmayıblar, ölkəyə buraxmayıblar. Hətta ölkə gəlməsin deyib, ölkə prezidentinə kimi idman nazirinə deyib ki, bura gətirən kim idi, o cavab versin, o yox. Adam ölkəyə buraxmırlar, qayıdıb da Allah, Amerikaya qayıdıb yoxdur. Cənubi Koreya nə qədər böyüdüysən, nə olub, bu nədir? Yəni bu nəyin artisti idi adamlar deyirlər də. Yəni güclü futbol ölkəsi desən deyim hə də. Biraz Yaponiya heyf oldu. Çətin şeyə düşmüşdü. Mərakeş daha yaxşı oynaya bilərdi Fransanın oyunu. Yenə də hər bir halda rəqabət topladılar. Yaxşı komandalar, pis komandalar ki. Jürgen Nagelsmann yəqin ki, ən belə pis baş məşqçi seçmək olar onu. Belə gözləntilərə nisbətən. Tuchellə yarışa bilməz. Montella. Yox, gəl belə eləyəm. Ən pis baş məşqçi mən Tuchelə verirəm. Mənim şəxsi seçimim Tucheldir. Çünki yəni yenə dediyim kimi ondan gözlədiyimlə qarşılaşdım. Kim nə deyirdisə, mənim üçün bu 48 baş məşqçi arasında ən potensiallı, ən belə futboluna güvəndiyim adam Tucheldir. De La Fuente'ni yəqin ki fərqləndirəcək, çempion oldu günün sonunda. Mən sənə qədər qəddar deyiləm Tuchelə qarşı. Nə qədər beynim atsa da Argentinanın oyunda. Yox qardaş, yəni ora kimi o gətirmişdi də. Gətirmişdi. Heç yəni hər şey dağıla bilər. Ölüsü final oynadırdı bu komandaya. Razıyam, amma Meksika oyunu çox yaxşı idarə eləmişdilər adamlar. Sonra Norveç oyunu pis yaxşı nəsə olmuşdu, amma mən sən qədər şey deyiləm. Mən çox şey gözləmişəm onda Tucheldən, belə sır bilmirəm. Yəni ən azından çempionluğu gözləyirəm. Gözləyirdim. Çünki sonradan belə baxanda çempion ola bilərlərmiş. Yəni mümkün imiş çempion olmaq. Yəni İspaniyanın İngiltərə oyununda yox. Bilmirəm. Məncə İspaniyaya qarşı şansı yox idi. Məncə İspaniyaya qarşı. Ola bilər. Çünki İspaniya elə bir futbol nümayiş etdirdi ki, Fransanın oyunda. Mən əlimi üzdüm ki, sabah İngiltərə finala çıxsa yenə udacaq İspaniya. Belə. Səncə mundialın şüvəni kim idi? Mundialın şüvəni kim idi? Hossamazsan. Qəşəng. Hossamazsan. Necə yaddan çıxarlar? Əfsanəni unuda bilərsən sən. Yəni Hossamazsan, hə. Dayday öz kopi pasları ilə şartlı şübhə idi. Ləzzət elədi. Şartlı şüvənli elə. Belə
elə bir şey yaratdılar ki, yəni bütün dünya Argentinə nifrət edir. Xəbərin olduğu yer. Yəni onu Argentin lobbisinə qarşı eləmək çox böyük bir şey idi. Dəhşət. Sonra bir də nə ləzzət elədi mən Mundialla bağlı. Bu Meksika İngiltərə oyununda Hey Gordon. Paraguay başlayır. Javier Aguirre bu elədiyi ləzzət elədi. Sonra nə var idi maraqlı? Cındırlığa şey, Balogun qırmızısını ləğv olmağı. Turnirin ən cındır hərəkəti idi, bəli. FIFA'nın da belə acizliyi idi bilməyən şəkildə. Hər bir şəxs danışdı onu. Onu eləməsələr Amerika bəlkə keçərdi Belçikanı. Yəni şey də bu arada Amerika Belçikanı danışmışkən şey də deyək. Ən yaxşı qol sevinci də Trump rəqsi idi. Lukaku'nun ki onu da qəşəng belə geyindirdilər. Azarkeşi dedik Norveç azarkeşləri idi. Mənim şəxsi olaraq bəyəndiyim azarkeş qrupu Bosniya azarkeşləri oldu. Bu Bosniyalı Halit Besliçin ifasını oxurlar, Lilianini, o 90'larda Bosniyadakı hadisələrlə bağlı. O dövrdə bəstələnmiş bir mahnı idi. Bosniyada keçən onu İtaliyanın oyundan sonra hər yerdə oxudular. İtaliyanı keçəndən sonra da Mundialda da oxudular. Yəni özə biri var bir tribunu oxusun, biri var bütün stadionda oxudular bunu və çox böyük bir şey yaratdılar. Hype yaratdılar, dəhşət. Xoş idi həqiqətən Bosniyanın orada olması. Sonra nə var idi burada? Bu telefon nəsə gizləyir. Gözlə görüm. Burada seçmişəm şey. Cındırı şey seçmişəm. Əlçi Zahiri. O mənim ürəyimdə qaldı o şey tema. Oyunçusun dediyi. Loser. Mundial loser. Afrikalı. 85'den sonra özlərini qoydular axırıncı olaraq. Yəni adamlar eğer 5-6 dəqiqə, 10 dəqiqə göstərdilər, bu dünya çempionatı Afrika Millətlər Kubokuna dönə bilərdi. Yəni ikisində biraz mərakeş çıxdı. Côte d'Ivoire da maraqlıydı bu il. Côte d'Ivoire da maraqlıydı. Senegal da maraqlıydı. Başlarına daş düşməsini buraxdılar özlərini. Sonra əlcizlər də əslində pis deyildi, yetdim. Sonra antipatiya yaratdı o axırıncı gol buraxmalarına. Mərakeş də yaxşı idi. Bir yerə qədər yaxşı. Mərakeş onsuz da məlum idi. Mərakeş mən yəni Afrika komandası kimi adlandırmazdım. Adamlar hamısı qeyri-Afrikada non-African players. Yes. Yəni şey olaraq vidası, Mundialın vidası Memo Ochoa. 6 dünya çempionatında oynamış adamdır. Meydana çıxmış yoxsa oynamış, şeydə adısı getmiş yoxsa meydana çıxmış. Məncə 2006-da deyəsən yox idi Ochoa, amma ondan sonra hər birində iştirak eləmişdi. 2024-də, 26-dakı axırıncı bu Çexiyanın oyunda da oyunun sonradan oyuna girib azarkeşlərin sağollaşması maraqlı bir hekayə idi. Qəribədir ki, Çexiyanın oyundan sonra turu keçmişdilər, amma orada vidalaşdılar. Əmin olmadım. Bəlkə gələn tur qapsız ədənəmi oynayacaqdı da. Hardasa o da biraz pis olmuşdu. Hakimi Vinčić, ən cındır hakim Vinčić deyə bilərik. Yəni çünki dünən çox belə yola verdi o. Mən gözləmədiyim şeylərə sarı vərəqələri verirdi. Yox çox. Neçə episod oldu ki? Sarı vərəqə bilsən harda verdi? 40-cı dəqiqədə verdi. Ondan qabaqda 3 dənə potensial hücumun qarşısı alınmışdı. Düz Makalistə sarı verməli idi. O bir episod oldu ya o şeydə. Orada sarı verməli idi. Qayda pozuntusuna qarşı, olmaya qarşı deyəsən. Amma elə poxa düşməyim hakimi idi də bu. Amma bizə nə elədi? Elə episodlar oldu ki, orada Argentina futbolçusu yıxıldı yerə. Yəni etiraz edildi. Enzo ilə sarı vərəq aldı birincini. Hakim etirazdan sarı vərəq aldı Enzo. Hakim məsələn, orada onu verməyə də bilərdi. Sarı vərəqini verməyə bilərdi. Sonra üstünə alqışladı da. Orada ikinci sarını çıxara bilərdi, çıxarmadı. Normalda bunu eləyə bilmirsən. Paradesi meydana qova bilərdi, qovmadı. Şeydə o ikinci Yamalın cərimə zərbəsindən qabaqki epizod var idi o. Ümumiyyətlə buradayam. Poxa düşməyim. Məndən uzaq olsun Poxu. Amma yox, yaxşı idarə edir. Vinčićin hekayəsində bilsən də. O da elə Vinčić. 2020-də həbs olunmuş adam az qala. Bu illegal pul söhbətləri bahis. Yox, bahis deyildi. Bu yetim Bosniyadakı bu nə deyim, otellərin birində çağırılıbmış. Həmin yerdə polis istintaq keçirib. Bu nə bilmək, narkotik, digər temalarına baxı da. Orada məsəl üçün bunu da tutub saxlayıblar ki, sən buradan xeyir ola. Eskortlarla deyim. Onu da deyib ki, bəs yəni wrong place, wrong time söhbəti də. Yanlış zamanda, yanlış yerdə. Bunu dindiriblər, görüblər ki, şeydir. Yəni o deyil də, yəni bunun heç bir günahı yoxdur. Amma qayda söyləyib də sağ olsun. Kişinin oğlu yəni öz etibarını bərpa edib 2024-də Çempionlar Liqası finalı idarə etdi. Dünən də Dünya Çempionatı finalı. Onun göz yaşları da açıqlanmışdı. Sadəcə həqiqətən təcrübəli ki, necə bir Sloveniyalı hakimə sən mundial finalı verə bilərsən. Yəni yaxşı idarə etdi, pis deyildi. Məncə amma mundialın ən yaxşı hakimi İvan Barton idi, Salvadorlu.
Ən səs-küy yaradan hakim. Ən belə adını editlərə qoşulan tema idi o, yəni onun səsi. After review. After review. Decision is red card. Çox maraqlı idi. İnanılmaz Paragvay oyunu da Türkiyənin. Erkən Türkiyə bitirdi. Türkiyə tez qurtardı. Hə. Yəni mundialın ən golda uyandırılan komandası Türkiyə oldu. Ən belə götür şişib gəlmiş komandası Türkiyə idi bu. Konkret. Çox pis batırdılar. Yəni mental olaraq orada deyildilər. Komandanın psixoloqu yox imiş. Komanda Instagramdan çıxa bilmədi. İndi çıxa bilməsə də bunu peşəkarca eləyə bilmədilər, yəni təsirində qaldılar. Mundialın ən pis qapıçısı, mundialın debili Fernando Musleradır. Mundial yəni elə oyun satanı yaxşı mənadır. Yəni belə dırnaqarası oyun satanı, yəni təbii ki, elə bir söhbət yoxdur, amma yəni niyə bu yaxınlarda etdi Qalatasarayın penalti qoluna görə də hə, yayılıb. Bəlkə elə deyirsən. Bəlkə bunu da satıb. Bilmək olmaz qardaşım Qalatasarayın. Amma mən sənə söz deyim, Fernando Muslera Kolumbiya olsaydı ölkə sağ qalmayacaqdı. %100%. Yəni adamı Andres Escobar'ı 94-cü ildə sırf avtogol vurduğu üçün öldürüb. Bəli. Kampas var bunların boyunçusu. İsveçrə oyunda demək olar ki, təkbətəyə vuranmə daxil yaxşı bir epizod idi da. 115-116 idi. Orada vursa Kolumbiya keçirdi yəqin ki. O belə ölkəyə qayıtmayıb ki, təhdidlərdən dolayı ki, yəni gəlsəm sənə də problemdir. Yəni düşün ki, yəni Muslera'nın bəxti gətirib ki, Uruguaylı olub, Kolumbiyalı yox. Həqiqətən, yəni çünki bir oyunda bir dəfə vurma edirsən, 2 dəfə, hər dəfə yoxdur. Uruguay sırf ona görə qrupda qaldı. Nə məcburdur bu yaşda çıxmısan? Yəni hazır deyilsənsə, öz bədənini səndən başqa. Və bilsən məsələ nədir? O səhifə gəldi, sonra oyundan çıxdı. Özü-özünü çıxartdırdı ki, yəni Kül Bielsanın başına deyək. Lazım, Kül Bielsanın başına çox güvəndim. Videonun bu yerində bir Bielsa lənəti deyilək. Bielsanı çıxartdı belə yaxşı mənadır, pis mənadır. Hə. Onun elədiyi şeylər, yəni biabırçılıq edir. Kontrolu itirdi. Yəni sən bir uşaq deyilsən də, sən 15, 16, 20 yaşlı. Biraz da kompromisə getdi qardaşım. Yəni Muslera kimi qapıçı o şey eləməməlidir də. Nə mənada biraz kompromisə getdi? Bu qədər prinsipial adamsın, biz səni başa düşürük, səni tanıyırıq Bielsa, amma biraz altdan al da. Uşaqlar əgər 20 dəqiqə öz oyunlarını oynamaq istəyirlərsə, biraz şərait yaratdı, bir 40 dəqiqə oynasınlar da öz oyunlarını. Bəlkə doğrudan da bir nəsə görə bilərdik. İcazə vermədi və Uruguay dünyanın ən mənasız Uruguaylarından Asla prinsipialına görə həmişə belə titulsuz qalıb Marcelo Bielsa. Yəni bu yəni gözlənilən bir şeydir. Təbii, yəni Bielsa aydın məsələdir. Mundialın göz yaşları. Tap görün. Scaloni? Allah, o göz yaşı deyildi ya. Amma onu görəndə birinci elə bildiyim şeydi AI-da. Çox ağladı ya Burat. Elə bil atasözü. Nəyə ehtiyacı var? Atasözü də çox qədər ağlamaz ya. Abi sən o qədər qolları sevinməyən, soyuqqanlı qarşılayan adam gəldi ucuzanda ağladı. Messi Misirin göz yaşları da maraqlı idi. O daha təbiidir. O daha təbiidir. Mən də bunu yazmışam burada. Göz yaşları. Messi elə bildi ki, deyəsən orada bitdi. Öldü söhbət həqiqətən də. Yəni GOAT oyunu çevirdi. İmkan vermədi GOAT söhbətlər olsun. Açığı, amma belə Scaloni'yə deyib, dünya çempionu olmasan da var. Nədə bu göz yaşları? Bir də biraz ağırlığın da olsun da. Nə olar Messi'yə sahibsən? Sən ki, dünya çempionusan. Biraz bədən dilində dünya çempionluğu. Ay sağ ol. Sənə görə sən toparlamısan. Bu qədər alçaq gönüllü bir adamdır ki bu. Belə qıraqda dayanır. Hər şey Messi'nindir. Hər şeyi Messi'yə görə eləyirik falan. Biraz çıxdı ilə ki, qardaş, mənim də burada bir əsərim var və bu arada Scaloni ilə də yollar ayrılır. Ayrılır? Hə, Scaloni artıq gedir. Dekabrda biraz fasilə vermək istəyir və bir müddət Argentina söhbətlərindən uzaq olmaq istəyir. Məzənərsən, yəni doğrudan. Konkret olaraq adam o qədər stres yaşayıb ki, son 2 mundialda. Zarafatsız. Bir hisslərini çıxara bilmir deyəsən. Hə. Tez. O məşhur Montiel'in penaltisindən sonra onun sifətini çəkən bir kamera var ya, dümdüz. Orada məsəl üçün adam 0 reaksiya verir. Sonradan birdən açılışmağa başlayır. Sonra gedib başlayır ağlamağa qıraqda. Orada ağlayarsan. Yəni Argentinadır, amma bu qədər soyuqqanlı qalıb bir baş məşqçinin axırda bu cür ağlaması biraz nəyə lazımdır kimi gəldi. Mənasız şey kimi gəldi mənə. Burada bir də rubrika yazmışam. Rubrika nə ki, bu yeni bir şey var. Mundialın qucaqlaması. Səncə kimdir? Bax da bir dəfə danışmışam. Mundialda qucaq. Hassam. 100%. Hakimi qucaqlayıb ki, penalımı ver. Penalımı ver.
Haqqımı tələb edirəm. Yəni ləzzətli kişidir o. Mən hossam-hossamı təqib eləyəcəm bundan sonra. Bir baxacam həyatımda. Ləzzətli temalar var. Bizdə də biraz kolorittin deyim. Terezegesi, Zikosu, Sən Zidanı. etiraz gəlib hossam-hossamla bağlı bu arada. Levante'nin qapıçısıymış da bu. Metroyan. Ona görə bəs əvəzləmədə ona baxırdı ki, Mbappe mərkəzə vurur deyəsən penaltini. Orada da yazıblar ki, qaş danışır amma ki, Levante'nin qapıçısıydı ona görə də. Olur da olur. Olsun Bu da. həftə Messi'nin fanboyları çox bizə sol cinah hücum eləmişdilər ki, bəs necə siz həyasız komanda deyə bilərsiniz? Həyasız da Argentina. Deyəsən həyasız deyərək biraz Az demiş. Az demişik biraz. Açığı da. Ha. Belə deyim də, bax Argentinanın həyasızlığını gördük də. Adamlar üzr istəyirəm, hər cür cındırlığı, hər cür şərəfsizliyi udanda eləyirlər. Yəni İngiltərə oyunda məsəl üçün döymüsən də İngiltərəni. Nəyə lazım o pankartı orada nümayiş etdirmək? Axırda Beningin bir dənə Həsərdapas killəsi vurdu ki, balkonun təpəsinə ki, Amma yəni Barkov onu haqq eləyirmiş. Sən görmüsən də Nəsə deyir orada Barkov? Yo. Ondan qabağı da var. Deməli, ikinci qolu vurandan sonra Barko qaçır Messi'yə qaçmaqdan falan qaçır İngiltərə futbolçuların üstünə və başlayır onların ətrafında sevinməyə falan. Və a few moments later-dan sonra da gəlir Bellingham şapalağı vurur. Yəni qol vurmusan gedir oyunçunla sevin də. bax, Yəni Romero məsəl üçün bütün qollarda elə heyvan balası kimi sevindi İngiltərəni. Sən özün İngiltərə çempionatında oynayan futbolçusan. Yəni belə şablon səsləri onu demək idi. Mən çox da bu şey demək xoşlamam, amma o ölkənin çörəyini yeyirsən də belə. dedin də amma. Yəni Dedin olsun. açıq yəni sən bunu edirsən, Enzo belə eləyir məsəl üçün. Eləyə bilər Enzo qol vuran futbolçu. Sən olub Pickford'un qanı belə özü atırsan şeyə. Əxlaqi problemləri var ya o komandanın. Paredes, Mən deyirəm qardaş, Sonra əxlaqi problemləri Enzo var. orada. Fernandes. Elə sən o komandanın keyfiyyəti aşağıdır, keyfiyyət təmsili aşağıdır. Bəli. Yəni o komanda gələcəkdə heç kim xatırlamayacaq o komandanı Messi istisna. Yəni kim xatırlayacaq ki? Və bu onun üçün bayaq dedim ki, bu futbolçu qrupu Messiyə yaraşmır. Yəni Messi bunlarla bu həyasızlarla, bu əclaflarla çempion olursa bu böyük bir şeydir. Yəni gözəllik var, eybəcərlik var, kirlilik var, bu qədər yoxdur. Yəni Paragvay yalan oldu doğrudan. Həqiqətən Paragvay yalan oldu. Yəni Paragvayın burada nə işi var deyənlər biz desək Argentina burada nə işi vuracaqsınız, deyəcək ki, siz kimsiniz belə deyirsiniz. Elədir də qardaş. Argentina məsələ ki, həmişə belə olur. Yəni normal belə deyək, futbolu izləyən şəxslər, o əvvəlki dövrlər izləyən şəxslər, Argentina futbolu bəyan olan şəxslər yəqin ki, qatılar ki, necə cığal bir millidir bu Argentina millisi. Fərqi yoxdur, yəni necə olursa olsun. Udanda da belədir, ucanda da belədir. Həzm elə də məğlubiyyəti. Sən gəlirsən ona vur, buna vur, ona şeylə, bunu şeylə. Amma özün də onu eləmədi, onu da qardaş. Yəni 90-cı ildə də belə olmuş da. Deyəsən Monzon idi ilk qırmızı vərəqəni alan 90-cı il finalında. Adam açıq ayağına, Földən ayağına girir. Bu açıq qırmızıdır da. Meksikalı hakim də qırmızı verir. Haqlı olaraq. Maradona səsini atır başına ki, sən niyə qırmızı verirsən bizə? O qırmızı deyil nədir qardaş? Sonra çıxıb deyirlər ki, bizi uduzdurdular. Hə, orada mübahisəyə penal ola bilər. Amma Almaniya səni döyüb də. Orada da penaltiyə aparmaq istəyirmiş. Ki onsuz da bir mərhələdə, iki mərhələdə penaltiyə keçir həmin bax Argentina. Yugoslaviya da penaltidən keçir. İtalyan da penaltidən keçir. Və finalda penalti aparmağa çalışır. Bu indiki Argentina da elə idi də. Penalti aparmağa çalışırdı. Yəni sənə inandırım İngiltərə o cür debillik eləməsəydi, əgər Argentina hesabı açsaydı, erkən hesabı açsaydı İngiltərənin oyunda. Yəni İngiltərə sıxsaydı hər cür həyasızlıq görəcəkdi ki, Argentina onu şey eləməsin də. Yəni oyunu öldürsün hər cür əxlaqsızlıqla belə deyək də. Yəni Braziliya istisna hər biri belədir. Cənubi Amerikalıların. Amma Argentina kimi futbol ölkəsi buna bu qədər sadiq qalmağı da biraz absurd səslənir. Sənin axiriyyətində Alvarez kimi gözəl futbol oynayan, Messi kimi yəni dünyanın ən yaxşı oyunçusu var, Lautaro var sənin, McAllister'in var, Enzo nə qədər şərəfsiz olsa da yaxşı futbolçudur da. Yaxşı futbolçudur bəli. Hamısı yaxşı futbolçu var. Yəni bunun nə bu qədər bunu çirkinləşdirməyə nə ehtiyac var ki? Yəni belə ona görə hər kəs belə ürəyindən sevindi ki, yaxşı ki elə çempion Argentina olmadı, İspaniya oldu. Bilirsən nəyə oxşadı bu? Avroviziyada 2 il İsrail çempion olmur. Hamı sevinir ki, İsrail çempion olmadı. İndi Argentina onun kimi. Yəni zarafatsız da. Simpatik tərəflərini özləri itirdilər bu çempionatda. Həmişə olub da. Simpatik tərəflərini Niderland oyunu itirmişlər o vaxt. 2022-də. Yəni 2018-də açıq deyim, 2018-də bunu göstərəcək bir şeylər olmamışdı.
imkanları olmamış. 8-1-də uduzmuşlar Fransaya. 2014-də də yəni Almaniyaya qarşı elə uduzdular ki, çox orada səs-küy olmadı. 2010-da elə, 6-da elə. Hə də gərək biraz hücum da eləyəsən də FIFA nə qədər kömək eləsin qardaş. Biraz gərək hücum da eləyəsən ki, qapıya qol da girə bilsin. Ona görə də yəni FIFA-ya dünən bir 20 dəqiqə zəng çatmadı. Başa düşülür. Yəni belə var əlavələrin. Belə Solcuna haqqında nə düşünürsən, bro? Bax, gəldik damda mundialın sonuna səninlə 3-4 proqram çəkdik. Yormadıq səni. Mən öyrənirsən. Biz amma çox əyləndik burada. Mən ilkdən çıxıb piyada gəldim ki, ləzzət özüm də hazırlaşım gəlim, ləzzət edim. Yəni belə deyək də, mundial bitdi. 40 gün sonra bitdi. Düzdür, mən bu damdakı mundialın 40 gününün təbii ki, bir 2 həftəsində olmuyor yox. Yəni amma çox önəmli kəşflərimizdənsən. Çox sağ ol. Ölkəmizin sənə doğrudan futbol jurnalisti kimi ehtiyacı var, idman bloqeri kimi də. Ümid edirəm ki, bu yəni sən də davam edəcəksən. Çox sağ ol, xoş sözlərə görə. Mənim üçün də bu belə deyək də, nə vaxtsa bu mundialı xatırlayanda, yəni ağlıma gələn ilk şeylərdən hətta birincisi bu məkan olacaq. Arxivimiz də var. Açıb bir 10-15 il sonra izləmək də maraqlıdır. İnşallah, yəni onu ümid edək ki, davamlı olsun. Ümid edək ki, belə burada bitməsin də. Var ağlımızda bir şeylər. Yəni ümid edək ki, daha yaxşı olsun, daha da böyüyəsiz belə deyim. Yenə deyirəm, mundial bitdi. Mundialdan geriyə qalan bu mənim üçün ən önəmli olan detallardan biri də gələcəkdə xatırlayacağım bir şeylərdən biri də budur. 2022-ni necə xatırlayıram, 2018-ni necə xatırlayıram, amma 26-nı gözəl şəkildə xatırlamama səbəblərdən biri də bu masa, bu mürəbbə, bunlar olacaq. Bu məkan təbii ki, çünki hər bir halda istənilən mən məsəl üçün heç vaxt belə bir layihələrdə bu cür şeylərin bir parçası olmamışam açığı. Mən də baxdığım, izlədiyim bir şeydən danışırsan, zövq aldığım bir şeydən danışırsan. Bunu sırf Tucheli söymək üçün belə eləyərdim. Yəni də ona görə də çox məmnun. Hə, doyunca söydük, rahatladı. Tucheli də söydük, Argentinanı da söydük. Uşaqlıq arzularımdan biri də reallaşdı. Tucheli söyməkdir. Tucheli söymək də onlardan biri idi. Doğrudan deyirəm, mən adamı çox istəyirəm, yəni belə böyük qardaş kimi görürəm, amma ona görə ev yox. Bəlkə gələn illərdə klublara falan qayıtsa nəsə eləyə bilər. Millidə qalır deyəsən. Qalacaq. Deyəsən. Hansısa baş məşqi yetişdirə bilmirdi İngiltərə, bəlkə qalmalıdır. Öpürəm bro sən. Mən də çox sağ ol. Görüşərik. Öz və yaxşı bax. Minnətdaram, sağ ol, çox sağ ol.